Günorta saatlarında cəmi 20 dəqiqə yatmaq kifayət eləyir ki, gün boyu yorğun olmayasınız. Amma bu hansı saatlardır? Hansı saatın içərisindəki 20 dəqiqədir bilmək istəyirsinizsə, baxın, bilin və o dəqiqələr ərzində işdə özünüzə bir yer tapıb yüngülvari mürgüləməyə cəhd edin. Görəcəksiniz ki, günün sonuna qədər kifayət qədər enerjili olacaqsınız. Günün ən yuxulu saatları açıqlandı. Amerika Birləşmiş Ştatının Michigan Universitetindən neyrobioloq doktor Raviya Alladanın verdiyi açıqlamaya görə birdən-birə yaranan halsızlıq və yuxusuzluq hissi sadəcə yorğunluq deyil, elm tərəfindən sübut olunmuş fizioloji prosesdir. Ekspertin sözlərinə görə insan orqanizmi sirkat ritmi adlanan bioloji saatla idarə olunur. Bu ritmə əsasən ən yüksək fayda səhər saat 10:00 radələrində müşahidə olunur. Lakin günorta yeməyindən sonra təxminən saat 13:27 və 14:06 aralığında bir çox insan enerji azalması və artmış yuxululuq hiss edir. Bunun səbəbi isə yuxu təzyiqi adlanan təbii prosesdir. Yəni insan oyaq qaldıqca beynin istirahətə olan tələbatı artır və bu günün ortasında özünü güclü şəkildə göstərir. Doktor Allada qeyd edir ki, gün ərzində bədəndə sirkat ritmi ilə yuxu istəyi arasında davamlı mübarizə gedir. 2000 ofis işçisi arasında keçirilən araşdırma göstərib ki, ən çox yorğunluq və halsızlıq hissi saat 13:27 və 14:06-da yaşanır. Sorğuda iştirak edənlərin 25%-dən çoxu bunun səbəbini kompüter ekranı qarşısında uzun müddət keçirməklə əlaqələndirilir. 22% isə nadir fasilələrin buna səbəb olduğunu deyir. Respondentlərin təxminən 25%-i həmkarların işə mane olduğunu düşünür. Mütəxəssislər bildirir ki, səhv qidalanma da gündüz yorğunluğun əsas səbəblərindən biridir. Onlar zülal və liflə zəngin qidaların qəbulunu tövsiyə eləyir. Günorta yorğunluğunun öhdəsindən gəlməyin ən effektiv yolu isə 20 dəqiqəlik qısa yuxudur. Əgər bu mümkün deyilsə, təmiz havada gəzinti və fiziki aktivlik də konsentrasiyanı artırmağa və ümumi əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək eləyir.